Bugün burada təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin qalib layihəsindən olan İncəsənət Otağı layihəsinin məktəblilərin gözü ilə görüşünü təşkil etmişik. Məktəblilərin gözündə incəsənət nədir? İncəsənət deyəndə nə başa düşürsünüz? Bunu biraz beyninizdə düşünüb vərəqdən çəkəcəksiniz. Yəni bir ağ vərəqdə öz beyninizdəkiləri əks etdirəsiniz ki, görək incəsənət deyəndə siz nə başa düşürsünüz? Biz demirik burada götürün sənət əsəri yaradın, neyin, istədiyiniz bir şey çəkə bilərsiniz. Quş olsun, kəpənək olsun, gül olsun, ev olsun. Yəni axırda sadəcə adınızı qeyd edin ki, ümumi analizdə edək ki, kim nəyi çəkibdir. İncəsənət deyəndə uşaqlar nə başa düşür və uşaqların gözündə incəsənət nədir? Sözü təlimçimiz Türkan müəllimə vermək istəyirəm. Ümumi bir incəsənət haqqında giriş eləsin, sonra vərəqlərimizi paylayaq, görək ağ vərəqdə nələr yaradacaqsınız. Yaxşı. Salam uşaqlar. Mən Balıkşehir Türkan Rəssam Akademiyasını bitirmişəm. İncəsənət otağında tərəmçi olaraq iştirak edəcəm. İncəsənət haqqında kiçik bir məlumat verim sizə. İncəsənət insan hisslərini təsvir edən bir vasitədir. Uşaqların həyatında da çox böyük bir rolu vardır. Xəyallarını, düşüncələrini, hisslərini, plan üzərində və ya da fərqli bir şəkildə ortaya çıxardır. Bu fəaliyyətdə onların inkişafına çox böyük bir təsirdir. İncəsənətin faydalarına gəlsək deyə bilərik ki, xəyal dünyasını genişləndirir, özlərini inkişaf etmək fəaliyyətini ortaya çıxardır, şuuraltını ortaya çıxardır, yaddaşı möhkəmləndirir. Fiziki fəaliyyətdə də ən vacib inkişaf növlərindən biridir. Belə, indi Vərəqləri paylayaq. Görək nə edirlər. Siz karandaşları fərqli hərəsinə verin. Yəni rəngli də olsa hərəsi bir çəksin də. Ümumi böyle deyil. Görək incəsənət deyəndə nə başa düşürlər. Tamam, rəsmən sənələri gözləmək. Yaxşı, ümumi çəkərsin. Sizdən də sənət əsəri gözləmək. Həkki gözləmək, yaxşı. Nə başa düşürsünüz? Ürəyinizdən nə keçib? Hamı bir-birinə baxıb işləməsin. Yaxşı, hamı öz fikrini çəksin. Qarşımda durmalısınız. Hamıya çatdı verək. Karandaş çatmayan var. Karandaş çatmayan var. Ben istemişsem burada neynəmək istədim? Əsmər sən nə çəksin? Neynəmək istədiyini de. Nədir bu? Axırda deyəcəm də nə eləyəsən. Kosmik raket deməli. Çox gözəl. Sanki xəyal gibi. İran. Kosmik raket müğallimə dünya dair olur. Dünya O yumurta yaşıyor. Novruz yumurtasını. Damlanın qardaşı nədir? Nə verir? Pozan yox, yazdığımızı düzəltmirik. Elə çəkilir ki, yazdığımızı düzəltmirik. Mən sizdən sənət əsəri istəmirəm, fikrinizi istəyirəm. Çünki sana verdim, mən sana. Karandaşlar. Ben bilmiyorum.
Adını da qoy yazın. Azərbaycan oxşar etsinlər. Çəhrayı rəng gətirə bilərsin. Kimi seçelim? Kim bu taraf? Sıralar niye? Gelsin o şekilde. Önce benim elmir çıxsın. Yox, ay Məhvələ. Boş yerə. Paylaşım var diye şeyde yaşadan çıkarsan. Bir yere sökün. Yakınlaştırabilirsiniz. Yani izin koyun da sadece yine ifade eləmək istəyirəm. Şurada elə belə. Əsmər, Elmir, Ömər. Ümumiyyətlə hamıya bir söz verdik. Həm baxaq, Türkan müəllimə nəticəyə görə uşaqlar nə eləmək istəyirdi. Birinci Əsmərdən başlayaq. Burada baxın müəllimə, belə çəkibdir. Möhkəm səslə izah elə ki, incəsənət sənin üçün nədir, nə ifadə eləyir və şəklində nəyi demək istəmirsən. De görün. Al, bu şəklin buradasın. İzah elə. Birinci dənə, incəsənət sənin üçün nədir? Nə ifadə eləyir? Ağzını tərpət məncə. Yaxşı ağzını tərpət. Yaxşı, düzəldəcəm Ostan. Siz danışın. Hə. Kənardan çək, çox bir kameraya şey eləməsin. İncəsənət deyəndə bana başa düşürsən. Gül, çiçəklər gətirər, uşaq böcək, yaxınlıq, gözəl. Yox, o ifadə eləmək istədiyin. İncəsənət sənin üçün. Rəsm çəkəndə özünü necə sevirsən. Sakit. Çox yaxşı. Çox yaxşı. Deməli, bayaq da müəllimə dedi, insana necə təsir edir? Müsbət. İnsanın stresini də belə azaldır, düzdür? Və şəkildə nəyə çəkmək istəmişsən? Təbiətdə nəyi yaşayırdın? Məsəl üçün, niyə payız yox, yaz çəkmirsən? Yaz sevmirsən. Məsəl üçün, nəyi sevdiyini əks etdirirsən də o vərəqdə, başa düşürsən? Yaz təsvir yaxşımdır təsvir. Onu çəkmək istədim. Payız insana da düşkünlük verir. Ruhumuz yüksəlir. Başqa? Hadi, sən nə çəkmək istəyirsən orada? İncəsənət sənin üçün nə? İncəsənətin hansı hissələri başa düşürsən, nə bilirsən? Mesela resim çəkmək, aha, ondan sonra... resim çəkmək, başqa? İncəsənət bir sözlə var, mesela evi sürmək, aha, ondan sonra... Yaxşı, şəkildə nə çəkmək istəmirsən? Niyə gül çəkmirsən? Ev var. Onun müəllimi evləri analiz eləsin ki, nəyə necə çəkmirsən? Demək ki, gülləri sevirsən. Kəpənək. Kəpənəkdir, güllərdir. Əsmərin şəklində də baxın. Əsmərin ağacı çox belə incə geçir, söyüd oxuyur. Öz fikrinizdə, xəyalınızda olanları sevirsəniz. Yaşıllıqdır, yazı sevirsən, yazı sevdiyin üçün artıq burada kitabdır, yaşıllıqlardır. Bunu çəkməyə çalışırsan. Sən şəkil çək. Burada da eyni, dediyim kimi xəyalında olduğunu. Bax, burada nəyə bildirmək istəmirsən? Qəşəng şəkil olmaq. Nəyə bildirmək? Gül sevirsən, onu bildirmək istəyirsən. Necə sən? Yaxşı. Məryəmin əsəri burada. Məryəm bundan bizə gül sevdiyini bildirir. Məryəm gül sevir
Əsmər yaşıllığı, otu çiçəyi sevir, xaridə gülü, ləpənəyi sevir. Yaxşı. Nigar orada hətta şey edəcək. Ay Allah, nə qəşəng çəkmisən. Palitra da çəkir, burada bunu da çəkir. Hə, Malbek. Nigar, dur izah elə də fikirlərim. İncəsənət o deməkdir ki, hissləri, nəsə çəkmək istədiyimizi kağız üzərində təsvir edirik. Mən burada yaz gəlirdiyin qabaqdan meyvə şəkli çəkmişəm. Bir də şəkil çəkmək üçün palet və Çok qəşəng. Elə doğranmış formada da çəkib var. Çox qəşəng çəkmisən. Oy. Yaxşı. İndi Əfşan və Məddə, sənin yardım gəldikdə ötürəyirsiniz. Siz geçək tanışırsınız kiminlə, gəl gör. Götür şəkillərinizi, keç xara. Deyək, o yazdan qabağına keçməyəcəksən. Gözlə bir dənə. Başqa. Sən də gəl. Gəl. Ayşe gəl. Meydan sen başla. İzah elə. Aha, başla. Mən burada dağ təsvir etmişəm. Dağın üzərində ev şəkli çəkmişəm. Ağac şəkli çəkmişəm. Burada buludlar var, güneş də var. Yaz fəslində ay çəkmişəm. Yaxşı. Sən? Mən də burada bir qız çəkmişəm. Yəni o da ağacın rəsmini çəkir, həm əlində palet. Ağacı çəkir o. Ağacı. Hə, çox qəşəng çəkirsən. Hə. İdeya çox qəşəngdir, bəyəndim. Bana gel. Hadi gel. Gel. Sen de gel. Nersin de gelsin. Asi de gelsin. Sonra. Kim kaldı? Kemal, Deniz, Zehra. Başla. Güzel hele göre. Ay güzel hele sen. Yəni qarşıdan yaz gəlir və yazda daha çox gün çiçəkli təbiət oyanır, canlanmağa başlayır. Ona görə də mən çiçək rəsmi çəkmişəm. Və çiçəklərdən xoşum gəldiyini görürəm. Çok güzel. Şekil çekildi. Şekil çekerimiz geldi. Ne demek? Dur her taraf. Esmalarda kolayda durun. Dur Asya. Gel sen de dur. Ha, indi o misler. Şimdi gel, falan izah hele. Sen izah hele. Nesin izah hele. Qarşıdan yaz fəsli gəldiyi üçün mən burada bir çiçəkli ağac və Hamınız yazı sevirsiniz. Söyle, bana. yaz sevilməyi sevirəm. Niye? Neden sordun? Sən yaz fəsli sevirəm. Güzel geçer. Değil mi? Mesela şeyler el işlerinde elemeyi sevirsen, düzdür. El işlerinde de neçə dəfə güldan da gül hazırlamışsan. Sen de deməli nə edirsən? Gel burada dur. Ama o kimin evləri belə? Değil mi çəkirsən? Bizim sana qədər çəkir. Karandaşla kısa müddətdə çox da işləmədik. Baxın, nə eləmək istəyirsən? Keçək. Nə eləmək istəyirsən? Rəsm çəkəndə necə istəyirsən? Yaxşı istəyirsən. Xoşdursan rəsm çəkməyi? Yaxşı. Başqa rəsm çəkməkdən başqa nəyə xoşdursan? Hansı fəaliyyətlə məşğul olmaq xoşdursan? Hə? Məsəl üçün, musiqi oxumaq xoşdursan, nəyə xoşdursan? Kitab oxumaq xoşdursan? Hansı fəaliyyəti yoxdur? Sadəcə rəsm. Sadəcə rəsm çıxarmaq. Yaxşı, o damla nə şəkil çəkək? Damla burada iki dənə ev çəkib. Yəqin kəndlərini çəkmək istəyib, Muğanı kəndini çəkmək istəyibdir. Hə? Keç olanda belə etdirərsiniz, yaxşı?
çəkəcəyim olsa. Evlər var. Evinizin elə olmağını istəyirsən, yoxsa hər tərəfində ağaclar olsun, dağ olsun, niyə ki elə çəkirsən? Dağlık yerlərə baxırsan. Evinizin də elə yerdə olmağını istəyirsən. Hə, inşallah Allah ağacına çatdırsın. Şəkil çəkər. Təşəkkür edirəm. Səma ilə... Hə, sən orada bir çək. Yaz geldiği için ben yazı öğretmişim böyle. Sonra... Sən güzel. Yaz geldiği için ben yazı türler çekeceğim. Çok önemli. Çəpərlər sərsən. İndi burada yaxında durun şəkil çəkək.